Tramp hamıya barmaq silkəlir. Gah Qrenlandiya deyir mənimdir, amma ona deməyiblər ki, Qrenlandiyada pingvinlər yaşamır. Qrenlandiyada pingvinlər yaşamır ona demədiyinə görə Ağ Ev orada 2 dəfə poster paylaşdı. Hər ikisində də Tramp pingvinin əlindən, qanadından tutub harasa gedir güya Qrenlandiyada. Amma Qrenlandiyada pingvin yoxdur. Pingvin Antarktidada yaşayır. Bunu birisi cənab Trampın nəzərinə çatdırsın. Və bu pingvinlə əl-ələ tutub gəzən adam İranı da yəqin bu cür yanaşır ki, Qrenlandiya xeyir ola müstəqilliyindən imtina edib ABŞ-a qoşulmur. Kanada niyə müstəqildir indiyə qədər? Tramp deyir. Meksika niyə müstəqildir? Ümumiyyətlə, Meksika körfəzi niyə Trampın adını daşımır? Gözəl suallardır, deyilmi? İndi isə gələk ABŞ-ın Armada dediyi hərbi dəniz qüvvələrinə. Deməli, İran ərazisindəki hədəfləri mümkün zərbə endirmək üçün ABŞ, İsrail və Britaniya, o cümlədən Fransa, İran ətrafındakı hərbi bazaları böyük qüvvələr toplayıblar. Bu bazalar əsasən Qətərdəki Əl-Üdeyddir, Kuveytdəki Əl-Salim bazasıdır, bir də Səudiyyə Ərəbistandakı Sultan bazasını, onu Şahzadə Sultan da deyirlər. Amma hal-hazırda əsas əməliyyat yük aşırma və yük çatdırma bazası rolunu İordaniyadakı Müvəffəq Səlti adlanan bir baza var, aviabaza. O yerinə yetirir. Və belə bir şəraitdə biz baxsaq ki, ABŞ İran ətrafında nə cəmləyib, Amerika uzun məsafəli uçuşlar həyata keçirəcək logistika və ümumiyyətlə döyüş tapşırığını yerinə yetirəcək təyyarələr üçün 20 yanacaq daşıyan təyyarəni nəzərdə tutub, İsraildə isə 13 təyyarə var. ABŞ Hərbi Hava Qüvvələrinin məxsus 37 F-15 Strike Eagle təyyarəsi səhv etmirəmsə və bu zərbə təyyarələri hazırda bölgədə olan ABŞ-ın aviadaşıyıcı gəmisi var, Abraham Lincoln oradadır. Orada 10 ədəd F-35 Yəqin ki, yenidən əlaqəni bərpa edə biləcəyik. Elçin bəy, eşidirsiniz mi? Bəli, eşidirəm. Bəli. İsrailə gəldikdə isə İsrailin 48 ədəd F-35 Adir, həmçinin 173 ədəd F-16 və 66 ədəd F-15 təyyarəsi var. Mən bu təyyarələri sadalamaq istəməzdim. Təyyarə statistika deməklə, yəni döyüş və yaxud da hərbi əməliyyatlarda nələr baş verdiyini söyləmək o qədər də asan deyil. Lakin sizə bir şey demək istəyərdim ki, bu zərbələr İranda hakimiyyət dəyişikliyinə səbəb ola bilərmi? ABŞ təsəvvürlə ki, İsraildən, mən şübhə etmirəm ki, ABŞ və İsrail birlikdə İrana zərbə endirəcək. İranlı generalların, İran hakimiyyətinin bravur bəyanatlarına inanmayın. Gözlərinin içində kimi yalan deyirlər. Niyə? Onlar bildirirlər ki, ABŞ əskərləri indidən tabutlarını hazırlasınlar, heç kim heç nə bizə edə bilməz və nə bu ağ yalandır. 12 günlük müharibəni xatırlayın. Həmən müharibədə sadəcə İsrailin hərbi hava qüvvələri İran səmasını bütünlüklə, total nəzarətə götürdülər. Və İran hərbi hava qüvvələri ilə yanaşı İran hava hücumundan müdafiə qüvvələri və radiolokasiya, xəbər alma və xəbər etmə sistemi iflic olmuşdur. İndi bir anlıq təsəvvürləyin ki, bu hələ kiçik İsrailidir. İsraillə birlikdə ABŞ-ın hərbi hava qüvvələri və üstəlik də Britaniyadan havaya qalxaraq hadisə yerinə gələcək qırıcılar və Fransanın qırıcıları işə qoşulurlar. İran bu zərbələrin qarşısında heç nə edə bilməyəcək. Bu zərbələrin qarşısında heç cür ala bilməyəcək. Bu birinci mərhələ. İkinci mərhələdə təsəvvür edək ki, Amerika Birləşmiş Ştatları, İsrail və ümumiyyətlə bu koalisiya İran ərazisindəki hərbi hədəfləri vurdular. Bəli. Yəni, bu proseslər davam edəcəksə, həqiqətən də bu hədəflər vurulacaqsa, nələr ola bilər? Bəli, bu ətrafda danışmağa davam edək, bəli. Və hərbi zərbələr endiriləndən sonra İranda əsas məsələ, Rıza Pəhləvi də buna deyir, son vaxtlar Rıza Pəhləvi ağır artilleriya qismində görəndə ki, İranda, Güney Azərbaycandakı Azərbaycanlılar onu it yerinə qoymurlar, Fərəh Pəhləvini işə saldı, Fərəh xanım da danışmağa başladı. Məsələ burasındadır ki, bu zərbələr heç bir halda İranda hakimiyyət dəyişikliyinə səbəb ola bilməz və yaxud da vəsilə ola bilməz. Niyə? Məsələ ondan ibarət. Birincisi, hərbi zərbələrin siyasi effekti, qısa taktiki effekti ola bilər.
İranın nüvə proqramı ləngiyəcək. Bu və digər obyektlər sıradan çıxarılacaq. Ola bilər İran İslam İnqilab keşikçiləri və hakimiyyət mənsubları biri və ya bir neçəsi qətlə yetirilsin. Amma bu sonraki eskalasiyanın qiymətini artırmaqla yanaşı ən əsas məsələ odur ki, İranda mövcud hakimiyyətə alternativ siyasi mərkəzi formalaşdırılacaq. Çünki İrandakı hakimiyyəti dəyişmək və hakimiyyətdən ümumiyyətlə mollokratiyanı kənarlaşdırmaq üçün birincisi İrandakı hakimiyyət elitalar arasında dərin parçalanma və qarşıdurma lazımdır. İkincisi İranın güc strukturlarında iflic olmalıdır, güc strukturları və bundan sonra güc strukturlarının əhəmiyyətli qismi nomenklatur elitalar qismində müxalifət tərəfə keçməlidir. Üçüncüsü, İran idarə etməni itirərək iqtisadi kollapsa daxil olmalıdır. Sadaladığım məqamların heç biri aviazərbələr nəticəsində avtomatik olaraq baş verməyəcək.